Olsun Elgün. Nətərsən? Allah köməyin olsun. Elgün deyəsən bu sənət qaldı sənəd avcı. Sən Xatiyabım getdi də sənətdən qocaldı. Xatiyabı getdi avcı. Getdi də kitabımı bağladım. Teymur nə tez qocaldın sən? Valla. Dekoru təpəmə vurur, kim bunu verir? Səncə neçə yaşında işləyirsən onun yanında Elgün, sən Allah? 14, 13-14 yaşında işləyirsən. Başlamışam yanında mata qatmağa, deyirdi yaxşı qatmamsan, get tərcən gəl. Amma indi nə oldu? İndi isə sənətin əlindən aldım, oturub evdə yaşamaq. Şinavanda olsun qardaş. Hal-hazırda hardayıq? Cənubuda, Bilvan kəndində. Elgün Şinavanda olsun. Bu dəqiqə bir şey deyirsən ki, Teymur qocaldısa bu iş sənindir da. Bəli. Həqiqətən də işi sənətkara vermək lazımdır. Baxın dəyərli dost. Sənəfası sən başlamısan, bir də Teymurdan başlayır. Bəli. Azərbaycanda birinci. Hə. Kimə deyirəm inanmır, bir yox. Onların da sizin də tələbələriniz bizik. Sağ ol qardaş. Bizdən başqa kimsə bu mənəm deyə bilər sənəfası. Allah şövan diləsin inşallah. Baxın dəyərli dostlar, Mahmud Tops Dekorun məhsullarıdır. Məhsullar üzəri kvaskumadır. Həm bizim məhsullar Yanmır. yanmır, həm də yaxşı məhsulu yaxşı sənətkara vermək lazımdır. Qardaş elə deyil. Bəli. Getdi yapışdırma. Bu qayda. Maşallah qardaş. Şinavanda olsun. Sağ olun. Baxın dəyərli dostlar. Hal-hazırda Lənkəran rayonunun Bilvan kəndindəyik. Bax, şubaları görürsünüz. Şokolad formasıdır, maşallah. Günavand olsun. Deyəsən ki, liboyaqların biləngin qat deyəsən də buna. Biləngi göstər. Biləngi göstər, biləngi. Dayım Zavidi tərifləyir. Zavid bu qızıl biləyə basa bilməz. Sağ ol.